Salam dostlar. Gəlin bugün hər gün cibimizdə gəzdirdiyimiz, amma bəlkə də heç vaxt tam anlamadığımız bir şey haqqında danışaq. Pul haqqında. Ancaq bu dəfə tamam fərqli bir tərəfdən. Çünki pul barədə bildiyimizi sandığımız şeylər əslində hekayənin sadəcə üzqabığıdır. Bilirəm, bu sual ilk baxışdan çox iddialı səslənir. Necə yəni yanlışdır, deyə bilərsiniz. Amma gəlin birlikdə biraz dərindən araşdıraq və görək bu iddianın arxasında əslində hansı böyük həqiqətlər gizlənir. Pula baxışımızı kökündən dəyişəcək bu səyahətə hazırsınız? Yaxşı, bu böyük iddiaları araşdırmaq üçün gərək ən başdan başlayaq, elə deyilmi? Yəni, pul ümumiyyətlə nədir? Gəlin əvvəlcə hamımızın bildiyi o rəsmi tərifləri bir xatırlayaq. Ən sadə izahı belədir. Təsəvvür edin, sizin bir səbət almanız var, amma sizə çörək lazımdır. Almanın çörəyə dəyişdirilməsi, bax bu barterdir. Pul isə bu çətin prosesi super asanlaşdıran bir alətdir. Yəni, texniki olaraq o sadəcə bir vasitəçidir. Amma hekayə bununla bitirmi? Əlbəttə ki, yox. Yəqin məktəbdən hamımızın yadındadır da, pulun 4 əsas funksiyası. Bir şey alırıq, qiymətləri müqayisə edirik, gələcək üçün yığırıq, borclarımızı ödeyirik. Bəli, bunlar hamısı doğrudur. Bu, işin, necə deyərlər, texniki pasportudur. Amma pulun ruhu, əsl mahiyyəti, bax o, tamamilə başqa yerdə gizlənib. Və əsl hekayə də elə indi başlayır. Və beləliklə, gəldik işin ən maraqlı yerinə. Pulun gizli dəyərinə. İndi dərslikləri bir kənara qoyuruq, çünki pulun əsl gücünün haradan gəldiyini öyrənəcəyik. Bax, bu cümlə əslində hər şeyi izah edir. Pul dəyər deyil, etimaddır. Bir anlıq dayanıb bunun haqqında düşünün. Cibinizdəki 10 manatlıq əslində sadəcə rəngli bir kağız parçasıdır. Onun dəyəri nə mürəkkəbindədir, nə də kağızında. Onun bütün dəyəri mənim, sizin, marketdəki satıcının, hamımızın o kağız parçasına 10 manat kimi qəbul etməsindədir. Yəni bizim ümumi inamımızdadır. Bu inam bir anlıq yox olsa, o kağız sadəcə zibilə dönər. Əvvəllər vəziyyət fərqli idi. Hər bir manatın, dolların arxasında bankda saxlanılan real bir qızıl vardı. Yəni pulun bir qarşılığı vardı. Amma indi o dövr çoxdan bitib. Bugün istifadə etdiyimiz pullara fiat pul deyilir. Bu nə deməkdir? Sadəcə olaraq hökumət deyir ki, bax bu kağız dəyərlidir və biz də inanırıq. Bütün sistem bu kövrək inam üzərində qurulub. Və bu etimad məsələsi bizi ən böyük miflərindən birinə gətirib çıxarır. Gəlin daha çox pul çap edək, hamı zənginləşsin. Qulağa necə də yaxşı səslənir, həm? Amma reallıq tam bir kabusdur. Düşünün, ölkədə 10 dənə çörək var, 10 dənə də manat, hər çörək 1 manatdır. Hökumət 90 manatda çap edib paylasa, indi 100 manat var, amma yenə də cəmi 10 dənə çörək var. Nə baş verəcək? Təbii ki, hər çörəyin qiyməti qalxacaq 10 manata. Yəni, heç kim zənginləşmədi. Sadəcə pulumuz dəyərini itirdi. İnflasiya dediyimiz də elə budur. Deməli, pulun dəyəri bizim beynimizdəki inamla bağlıdırsa, onda bu məsələ iqtisadiyyatdan çox psixologiya ilə əlaqəlidir. Gəlin indi beynimizin içində gedən bu oyuna nəzər salaq. Baxın, 100 manat. Rəqəm olaraq 100 manatdır. Amma bu pul bir tələbənin cibində olanda bir həftəlik xərci, böyük bir rahatlıq deməkdir. Eyni 100 manat varlı bir iş adamının cibində olanda isə bəlkə də heç hiss olunmur. Bir fincan qəhvə puludur. Gördüyünüz kimi pulun özü dəyişmir, bizim ona baxışımız, yəni psixologiyamız onun dəyərini müəyyən edir. Dəyər cüzdanda yox, beyindədir. Və bu psixoloji oyunun ən vacib qaydası. Əslində ən dəyərli aktivimiz pul deyil, zamandır. Pul gedər, gələr. Bugün itirdiyinizi sabah qazana bilərsiniz. Amma dünən itirdiyiniz bir saat, o, əbəd olaraq getdi. Onu heç bir pulla geri ala bilməzsiniz. Bax, elə buna görə də ağıllı insanlar pullarını daha çox pul qazanmaq üçün yox, daha çox azad zaman qazanmaq üçün istifadə edirlər. Pulun xarakterə, təsiri barədə də çox danışılır. Amma bir sir verim. Pul heç kimi dəyişdirmir. Sadəcə olaraq sizin onsuz da kim olduğunuzu daha bəkdən qışqırır. O bir səs gücləndirici, bir böyüdücü şüşə kimidir. Əgər siz yaxşı bir insansızsa, pul sizi daha da xeyirxah edəcək. Əgər acgözsünüzsə, pul sizi daha da acgöz edəcək. Yəni problem pulda deyil, onun kimin əlində olmasındadır. Yaxşı, bura qədər pulun nə olduğunu, dəyərinin haradan gəldiyini və psixologiyasını anladıq. İndi isə keçək əsas məsələyə. Bu oyunu necə udmaq olar? Gəlin pulu özümüzə düşmən yox, güclü bir müttəfiq etməyin qaydalarını öyrənək. Və qaydalardan danışanda ağla ilk gələn sual budur. Borc.
O bizim dostumuzdur, yoxsa ən böyük düşmənimiz? Cavab isə qətiyyən hə və ya yox deyil. Cavab sizin borcla nə etdiyinizdədir. Borcun iki tamamilə fərqli üzü var. Birincisi, yaxşı borcdur. Bu, sizin gələcəkdə daha çox pul qazanmağınız üçün aldığınız borcdur. Məsələn, təhsil üçün, biznes qurmaq üçün. Bu borc sizin üçün işləyir. Amma bir də var pis borc. Bu, dəyərini anında itirən şeylərə xərclənən puldur. Bahalı telefon, son model paltar. Bu borc isə sizi özü üçün işlədir. Biri sizə azadlığa, o biri isə köləliyə aparır. Seçim sizindir. Başqa bir qızıl qayda, pul yerində dayanmağı sevmir. Bankda və ya yastığın altında saxladığınız pul əslində hər gün biraz əriyir. İnflyasiya dediyimiz o görünməz canavar hər gün səssizcə sizin yığımınızdan bir parça qoparır. Ona görə də pul işləməlidir, hərəkətdə olmalıdır. Pasif pul dəyərsizləşən pul deməkdir. Yaxşı, bəs bu inflyasiya canavarından pulumuzu necə qoruyaq? Necə aktiv saxlayaq? Əsasən 3 strategiya var. 1. Pulunuzu sizin yerinizə işləyən aktivlərə, yəni investisiyalara yönəldin. 2. Öz işinizi qurun, bir dəyər yaradın. Və 3. Ən vacibi, özünüzə investisiya edin. Yeni bacarıqlar öyrənin ki, daha çox qazana bilərsiniz. Bu üçü sizin maliyyəvi qalanınızdır. Və nəhayət, unutmayın, pul nizam-intizamı sevir. O bir plana, bir strategiyaya tabe olanda çoxalır. Plansız, xaotik şəkildə xərclənən pul isə sanki qorxub qaçır. Əgər siz pulunuza hara gedəcəyini deməsəniz, o özü hara gəldi gedəcək və bir də baxıb görəcəksiniz ki, yoxdur. Yaxşı, bütün bu qaydalar, strategiyalar, psixoloji oyunlar, bütün bunlar axı nə üçündür? Niyə bu qədər əziyyət çəkirik? Pul yığmağın son əsl məqsədi nədir? Cavab, çoxlarının düşündüyü kimi bahalı əşyalar, lüks həyat deyil. Xeyr, bunlar sadəcə nəticələrdir. Əsl məqsəd, pulun sizə verə biləcəyi ən böyük sərvət, seçim azadlığıdır. Baxın, fərq bu iki cümlədə gizlənib. Pulsuz insan deyir, mən bu işdə işləməyə məcburam. Mən bu şəhərdə yaşamağa məcburam. Amma maliyyə azadlığı olan insan deyir, mən bu işdə işləməyi seçirəm. Mən bu şəhərdə yaşamağı seçirəm. Həyatınızdakı məcburam kəlməsini seçirəm kəlməsi ilə əvəz etmək, bax, əsl var dövlət, əsl güc budur. Yekun olaraq, gəlin bunu bir daha təkrarlayaq. Pul heç vaxt hədəf olmamalıdır. O, sadəcə bir alətdir. Eyni ilə bir çəkic kimi. Usta əlində o, ev tikə bilər. Amma təcrübəsiz birinin əlində öz barmağını əzməkdən başqa bir işə yaramaz. Yəni, pulu siz idarə edəndə, o sizin sadiq qulluqçunuzdur. Amma idarəni ona versəniz, o sizin amansız ağanıza, düşməninizə çevrilər. Və sonda, bu sualı birbaşa sizə ünvanlamaq istəyirəm. Bir saniyəlik dayanın və səmimi düşünün. Sizin həyatınızda pul kimdir? Sizin üçün işləyən sadiq bir xidmətçi, yoxsa sizi idarə edən bir düşmən? Bu suala verəcəyiniz dürüst cavab, sabahınızın necə quracağınızın ilk addımıdır.